Həzrət İmam Kazım əleyhissalamdan oxudum bir hədis ki, bu ayda Allahdan ona qovuşmaq üçün, bu yolu qət eləmək üçün əzm və iradə istəyin. Bax, qəşəng dualardan biridir. İlahi, bizə əzm və iradə ver ki, sənə tərəf hərəkət edə bilək. 2. Sədəqə çıxarda bilsiniz, bu ayda sədəqə çıxardın. Hər günü. Bax, bu zikri desə bir insan, Allahım, səndən bağışlanmaq istəyirəm, səhv eləmişəm, sənin şərikin yoxdur, tövbə eləyirəm. Sonra sədəqə ilə sonlandırsa, Allah 100 şəhidin savabını verər ona. İşte bu ayda ölsə, Allah deyər, mən bundan razıyam da, bundan hesab kitab bağlandı. Bu ayda nə qədər bacarırsınız, oruç tutun. Yəni, peşman olacaq, tutmasaq. Peyğəmbərimiz belə buyurdu. Buyurdu, mən samə səlasətə əyyam. 3 gün oruç tutsuz. Rəcəb ayının 3 gününü tutsuz. Kətəbəllah ləhu bi kulli yevmin siyamə sənə. Allah hər gün və bir ilin orucun yazar. Yəni, bir günə bir il. 2 günə 2 il. Da maşallah. 3 gün deyirəm mən sizə. 3 gün Rəcəb ayında oruç tutsana 3 ilin orucu yazılır. Davamında buyurdu, mən samə səbətə əyyam. Kim 7 günün orucunu tutsa, min Rəcəb,ğulliqət anhu səbətə əbvabin nar. 7 gün tutsa, cəhənnəmin 7 qapısı var deyirlər. 7'si də bağlanar. 7'si də getdi. Əgər 8 gün tutsan, hədis budur, cənnətin 8 qapısı açılır. 15 gün tutsa nə olar? Allah asta-asta insanı neyinir, yaxşı mənada həvəsləndirir. 15 gün. Tuta bir söz nə gözəl. Hasəbəhullah hesabən yəsirə. Qiyamət günü asan hesab kitab eləyər. Buyurur ki, əgər 30 gün tutsan nə olar? Aha, mən sabərəcəm. Kulləhu. Tamamilə tutsun, kətəbəllahu ləh. Allah deyər, mən səndən razı qaldım. Əhsən sən. Mən razı qaldığıma da əzab vermərəm. Kimə ki Allah razı qaldı, xoşallıq. Xoşallıq. Allah bəzi vaxtlar bizim bir əməlimizdən razı qalır. O bir dənə razı qaldığı əməl bizi ucaldır. Həzrət İmam Sadiq əleyhissalam bir nəfərlə görüşdü. Dedi, Rəcəb ayının axırı idi. Oruç tutmusan Rəcəbdə? Dedi, yox. Dedi, vay vay vay. Nələr itirdim. İndidən deyirəm, o hədisi o axırda görmüşdüm İmam Sadiq. Dedi, çox şeylər itirdim. Dedi, nə itirdim ki? Dedi, o qədər şey itirmisən ki, onu yalnız Allah bilir. Mən sənə deyim. İtirdim.